Değerli dostlar, əziz izləyicilər, möhtəşəm bir təklif ilə qarşınızdayıq. Çox münasib qiymətdən təklif olunur bu ev, hörmətli dostlar. 140 kvadrat metr sahəyə malikdir, 1.4 sotda inşa olunub, dövlət ipotekasına yararlı evdir. Çox münasib qiymətdən təklif olunur və alıcıya kombo aparatı, sanuzel aksesuarları hədiyyə olunacaq. Mətbəx mebeli artıq yığılıb, ideal təmirə sahibdir, əla görünüşə sahibdir. Həyətyanı sahəyə 2 maşın sərbəst daxil ola bilər. Evin sağı ilə 1 metr, solu ilə 1,5 metrlik məsafə saxlanılıb. Bu hissədə manqal üçün yerdə düzəldə bilərsiniz. Evin çöl görünüşü belədir. 1 və 2-ci mərtəbə monolit beton. 4 otaqdan ibarətdir. 140 kvadrat metr sahəyə malikdir. 5 daş kürsü üzərindən inşa olunub. Deməli, daxil oluruq evə, hörmətli dostlar. Qranit gördüyünüz yerlərin hər biri isti döşəmədir. Həyət evlərindən nadir hallarda bu təmirə sahib ev görə bilərsiniz. Və qiymət 115 min manatdan təklif olunur. Yerləşməsi barədə məlumat verəcəm. Burada açarlı yığılıb, görürsünüz, aynada da gizli işıqlar yığılıb. Yerləşmə Masazırın şəhərə ən yaxın olan hissəsindədir, Cantəpə arasındadır. Baxın, yolka laminatdan istifadə olunub, kvadrat metrin dəyəri çox bahadır. Ustafonunda da çox böyük fərqlər edir. Qapı hündürlüyü 2,20-dir, cəftə 60 manatlıq cəftədir. Aboylar 60-70 manatlıq aboylardır. Tavanda da gizli işıqlardan istifadə olunub, sporlardan və çılçıraq. O cümlədən televiziya üçün yer. Kondisioner xəttinə kimi atılıb. Bu mərtəbədə deməli bu otaqdan başqa digər tərəflər isti döşəmədir. Bura mətbəx sahəsidir. Qeyd etdiyim kimi evin sağ tərəfinə hərəkət etmək olur. Pəncərə ora baxır. Günün ikinci yarısı olduğuna görə günəş işığı düşmür. Mətbəx mebeli tavan hündürlüyünə yığılıb. Çılçıraq alınıb asılmağa qalır. Əlavə olaraq burada yerləşir 3 mərtəbənin sanitar qovşağı. Cəftələr maqnit sistemi illədir, dəyərli dostlar. Burada tavanda belə işləmələr mövcuddur. Duş qabının üçün yer ayrılıb. Eni 1 metrdir. Burada əlavə olaraq deməli ayna üçün də tok çəkilib, qoyulub, rozetka qoyulub, pilləkənin alt hissəsi də boşdur, əlavə avadanlıqları yığa bilərsiniz o hissəyə. Qalxaq 2-ci mərtəbə ilə sizləri tanış edeyim. 1-ci mərtəbə və 2-ci mərtəbə monolit beton, 2-ci mərtəbənin yekununda beton kəmər atılıb, Masazır Cantəpə 20 yanvara gedən 142 nömrəli marşrut yolunun 370 metrliyindədir. Böyük supermarketlər şəbəkəsinin mövcud olduğu yüksək perspektiv və 2 ədəd məktəbin bağçanın mövcud. Tavanda yenə eyni qaydadır. Məktəbin bağçanın olduğu bir ərazidir. Böyük supermarketlər hər biri deməli bu ərazidə var. Birbaşa şəhərə panoraması olan, şəhərə çıxışı olan, Xırdalan dairəsinə çıxışı olan yaxşı bir ərazidir. Qiymət 115 mindir. Alıcıya kombo aparatı və sanuzel aksesuarlar hədiyyə olunacaq. Bu da 2-ci mərtəbənin zal hissəsidir. Yüksək hündür ərazidə, yağışda, seldə, suda qətiyyən ərazidə bir deməli fəsad olmadı. Buradan da ev əsasına çıxış var. Qiymət 115 min, əlaqə saxlamağı unutmayın. Sağ olun, hələlik.